Atilla İdman və Sağlamlıq Mərkəzi ilə əməkdaşlığımız artıq bir neçə il davam edir. Bu müddətdə həm brend imicinin gücləndirilməsi, həm də izləyicilərlə daha sıx ünsiyyətin qurulması üçün mühüm addımlar atıldı. Qeyd edim ki, mərkəz iki istiqamət üzrə fəaliyyət göstərir. Spa, sağlamlıq xidmətləri və idman bölməsi, judo, gimnastika, MMA, boks və kickboks məşqləri. Xüsusilə judo sahəsində mərkəz peşəkar məşqçilərin nəzarəti altında yetişdirdiyi idmançılarla fərqlənir. Burada bir çox peşəkar dünya və olimpiya mükafatçıları formalaşıb. Gördüyünüz kimi, səhifənin köhnə stilistikası brendin peşəkarlığını tam əks etdirmirdi və vizual yanaşma auditoriya ilə ünsiyyət gücləndirmək üçün kifayət etmirdi. Bu səbəbdən yeni loqo hazırlandı və brendin daha güclü vizual kimliyi formalaşdırıldı. Səhifənin vizual və stilistik üslubu partnyorun istəyinə uyğun yeniləndi. Kontent strategiyası quruldu və planlı fəaliyyətə start verildi. Hazırda isə havaların sərinləşməsi ilə bağlı hamam və spa xidmətlərinə fokuslanan reklam kampanyaları həyata keçirilir. Cəmi 8 gün ərzində 116 müraciət əldə olundu. Bu da günlük ortalama 15 müraciət deməkdir. Və bu göstərici sadəcə $68 reklam büdcəsi ilə təmin edildi. Ən önəmlisi isə bizə göstərdikləri etibar və əməkdaşlığı peşəkar şəkildə davam etdirdikləri üçün Atilla komandasına təşəkkürümüzü bildiririk.